Salam, gəl 23-cü suala baxaq. Burada AO-nun BC-yə paralel olduğunu veribdir və CBA-nın 25 dərəcə olduğunu veribdir. Bu hissəni 25 dərəcədir və bizdən CDA-nı istəyir, yəni bu hissəni istəyir. Burada bir x deyək. Baxın, biz bilirik ki, bir var mərkəzə çəkilmiş bucaq, bir var daxilə çəkilmiş bucaq. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Əgər bura 25 dərəcədirsə də, deməli CA qövsü 50 dərəcəymiş ki, həmən çünki bu daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısı olmalıdır. Deməli bu hissəni qeyd elədik. Sonra digər tərəfdən CAO-ya baxsaq, bu da görür ki, söykəndiyi qövs, amma bu mərkəzi bucaqdır. Yəni mərkəzi bucaq söykəndiyi qövsə bərabər olur. Əgər qövs 50-dirsə də, deməli o da, yəni CAO bucağı da 50-dir. Bu hissəni tapdıq, 50 dərəcədir. Digər tərəfdən də biz bilirik ki, BC-nin AO paraleldir. Çünki burada da öz şərtdə verib ki, AO BC-yə paraleldir. Paralelliyə görə, yəni bunlar çarpaz bucaqlardır. Yəni paralelliyə görə çarpaz bucaqlar bir-birinə bərabər olur. Əgər bura 25 dərəcədirsə də, deməli burada 25 dərəcə olur. Bizdən də CDA-nı istəyir, yəni burada x istəyir. Baxıraq ki, bu xarici bucaqdır. Biz də bildik ki, 3 bucağın bir xarici bucağı ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. Yəni 50 plus 25. Yəni 75 dərəcə.